Hər vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. 360 dərəcə təhsil verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfəki müzakirəmiz də növbəti həftə başlayacaq sertifikasiya prosesinə. Təhsil İnstitutunun Təhsil Verənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyevdir. Hər iki qonaqları salamlayıram, xoş gəlmisiniz. Nəzakət xanım, istəyirəm müzakirəmizə sizlə başlayaq. Sertifikasiya prosesinə artıq sayılı günlər qalıb. Gəlin ondan başlayaq ki, artıq növbəti həftə start veriləcək prosesə qədər təhsil verənlərə hansı dəstək tədbirləri göstərilib? Mən də tamaşaçılarımızı, dinləyicilərimizi salamlayıram və qeyd eləmək istəyirəm ki, tamamilə doğru, yaxşı yerində verilmiş sualdır. Növbəti bir il ərzində, yəni keçən sertifikatlaşma dövründən bu ilə qədər artıq bütün qüvvələr Təhsil İnstitutunda məhz növbəti ildə baş verəcək sertifikatlaşma prosesinə müəyyən hazırlıqlarla keçir. Hətta elan olunmamış, bilirik ki, ən birinci məsələ ilk növbədə qiymətləndirmə çərçivələrinin hazırlanmasıdır fənlər üzrə. Və qiymətləndirmə çərçivələri hazırlanarkən, onlar bir il əvvəldən hazırlanır və fənlər elan olunanda isə təkmilləşdirilir. Dəfələrlə müzakirələr aparılır, hansı məsələlər daxil edilməlidir proqrama, hansı məsələlərdən suallar tərtib olunmalıdır, çətinlik dərəcələri necə olmalıdır və s. Bunlar dəfələrlə müzakirə olunur və elan olunur. Və qiymətləndirmə çərçivəsi elan edildikdən sonra dərhal vebinarlar başlayır fənlərlə bağlı. Siz bilirsiniz ki, Təhsil İnstitutu ümumiyyətlə ölkədə həm müəllimlərin işə qəbulu imtahanına hazırlıq məqsədi ilə, namizədlərə dəstək məqsədi ilə, həm də sertifikatlaşma prosesində iştirak edəcək müəllimlərə dəstək məqsədi ilə müxtəlif məzmunda, sözsüz ki, müəllimlərimizin çətinlik çəkə biləcəyi, hansısa mübahisə doğura biləcək məsələlərlə bağlı o həqiqət hardadır, necə müəyyən olunmalıdır, suallarda həmin məsələlər necə öz əksini tapıb və bununla bağlı belə müzakirələr aparıla biləcək məsələlərə aid webinar qrafiki tərtib olunur və il ərzində mütəmadi olaraq həmin webinarlar keçirilib və demək olar ki, artıq sonuncu həftəmizdir və biz sonuncu webinarımızı demək olar ki, dünən başa çatdırmışıq sertifikatlaşma prosesi ilə bağlı və onu da qeyd edeyim ki, hətta bizim sonuncu webinarımız hansı əslində planda yox idi, qrafikdə bu mövzu yox idi, amma sınaq keçiriləndən sonra mövzu ilə bağlı həddindən artıq çoxlu suallar yarandı, müraciətlər oldu və biz belə qərara gəldik ki, tədris prosesində inteqrasiyanın rolu, mahiyyəti, onun necə tətbiq olunması ilə bağlı bir webinar hazırlayaq və müəllimlərin diqqətinə təqdim edək ki, onlara dəstək olsun. Yəni, bununla bağlı həm də suallar necə tərtib olunur, onları necə cavablandırmaq lazımdır, təqdim olunsun. Növbəti bizim etdiyimiz ən vacib işlərdən biri, biz 40-dan artıq il çox qısa bir müddət ərzində, bu təxminən fevral ayında başlamışıq və may ayına qədər bunu yekunlaşdırdıq. 40-a qədər video dərslər çəkilib və həmin dərslərdə yenə də mütəxəssislər məktəblərdən dəvət olunaraq müəllimlərimizə ən mühüm, ən vacib, fənnin belə deyək, o məsələlər ki, hansı ki, müəyyən mübahisə doğura bilər və yaxud da orada məntiqi tapşırıqlar, daha çox tənqidi təfəkkür, məntiqi təfəkkür tələb edən tapşırıqlar necə həll olunmalıdır və s. Bu cür demək, video dərslər çəkilib və dərhal da saytda yerləşdirilib ki, müəllimlərimiz həmin gün baxa bilməsələr də, yarın gün baxa bilməsələr də sonradan demək, çıxışları olsun və onu rahatlıqla izləyə bilsinlər. Və bütün bu proseslərin gedişatında eyni zamanda ən son, belə deyək, yaxşı fəaliyyət hansı ki, geniş kütlənin imtahan verəcək müəllimlərin də razılığına səbəb olmuşdu və uzun müddətli gözləyirdilər. Çünki həmişə əvvəlki illərdə olub deyə başqa fənlər üçün. Bu sınaq imtahanı idi və sınaq imtahanında bütün bu il ilk dəfə imtahanda, sertifikatlaşma imtahanında iştirak edəcək müəllimlər üçün həmin sınaq keçirildi 30 may tarixində və nəticələr də təhlil olundu və hal-hazırda bu proses gedir və biz çox belə həvəslə də müəllimlərimiz iştirak edirlər. Bu da onu göstərir ki, müəllimlər həqiqətən də prosesə böyük maraq göstərirlər. Çox maraq göstərirlər, həm də inanırlar ki, həqiqətən də sınaq imtahanlarında iştirak etmək, özlərini yoxlamaq onlara faydalı olacaq.
Muxtar müəllim, sizlə davam eləyək. Prosesə hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Ümumilikdə bu mərhələni necə dəyərləndirmək olar? Nə qədər mərkəzimiz var? Ümumiyyətlə biz sertifikasiya prosesinə tam hazırıqmı? Salamlayıram sizi. Biz sertifikasiya prosesinə tam hazırıq, bəli. Biz bildiyimiz kimi hər il mərkəzlərimizin sayını artırıq ki, daha çox əlçatanlığımızı təmin eləyək. Bu ildən də etibarən bizim keçən ilk dəfə biz mərkəz sayımızı artırmaqla əlavə Naxçıvanda da imtahan elədik və bu il də Naxçıvanda da mərkəzimiz fəaliyyət göstərəcək və əlavə olaraq bu il Cənub zonasında, Şimal zonasında yeni mərkəzlərimizi açmışıq ki, müəllimlərimiz sıxıntı yaşamasınlar və onları mümkün ən yaxın mərkəzlərə yerləşdirmişik və imtahan prosesi ərzində də onların heç bir sıxıntı yaşamayacağını düşünürük. İmtahan prosesi daxil üçün də bütün hazırlıqlarımızı görmüşük və müəllimlərimiz üçün sadəcə gəlib imtahan vermək qalır. Ümumilikdə nə qədər mərkəzimiz var? Ümumilikdə bu il artıq mərkəzimizin sayı artıq 44 mərkəzimiz var. Bu 44 mərkəz prosesin idarəsi üçün artıq hər bir cəhətdən hazırdır. Nəzakət xanım, deməli bir neçə ay bundan əvvəl sertifikatlaşmanın çərçivə sənədi elan olundu. Bu sənəd ümumiyyətlə hansı meyarlar əsasında hazırlanır və mahiyyəti nədən ibarətdir? Bu sual daha çox sertifikasiya prosesində ilk dəfə iştirak edəcək namizədlər üçün maraqlıdır deyə bir daha onu istəyirəm biz səsləndirək. Tamamilə düz buyurursunuz ki, hər neçə illərdir artıq bu məsələ haqqında danışılır. Qiymətləndirmə çərçivəsinin əhəmiyyəti nədir, hansı meyarlar əsasında hazırlanır? Bəli, və hər dəfə də biz qeyd edirik ki, qiymətləndirmə çərçivəsi ümumilikdə bütün imtahanların, bütün qiymətləndirmələrin, yəni şagird qiymətləndirməsi olsun, sonra müəllim qiymətləndirməsinin fərqi yoxdur. Hamısının bir çərçivəsi olmalıdır. Yəni mütləq şəkildə müəyyən olunmalıdır ki, hansı məzmuna uyğun olaraq imtahan keçiriləcək və o imtahanda çətinlik səviyyəsi necə qorunacaq və eyni zamanda həm də onu qeyd edirik ki, qiymətləndirmə çərçivəsi iki hissədən ibarətdir. Onun bir hissəsi hansı ki ictimaiyyətə elan olunur. Burada onun məzmunu, sualların sayı və sair göstərilir. İkinci hissə isə məhz ona beynəlxalq termin olaraq belə mətbəx sənədi deyirlər. Hansı ki bu təhsil ekspertləri üçün müəyyən olunur. Hansılar ki sualları hazırlayırlar və sonradan da həmin suallar imtahanda istifadə olunur. Onun son təşkili və sair onun üçündür. Və eyni zamanda bu qiymətləndirmə çərçivəsinin hazırlanma meyarı, əgər konkret olaraq sertifikatlaşdırmadan danışsaq, burada sözsüz ki, tələb olaraq ilk tələb müəllimin tədris prosesində istifadə etdiyi məzmundan kənara çıxmamaq. Bəzən görürsünüz ki, bizim ifadə etdiyimiz bu cümlə müəyyən anlaşılmazlıqla qarşılanır. Yəni, biz məzmun deyəndə, yəni hansı mövzuları nəzərdə tuturuq. Amma həmin mövzunu, məsələn, deyəndə ki, dərsliklərdə, sonra tədris planlarından kənarda mövzular tətbiq olunmur. O zaman müəllimlərimizdə müəyyən bir fikir yaranır ki, bəs onda niyə görə belə çətin suallar olur və s. Aydın məsələdir ki, mövzu eyni qala bilər, amma sualların tərtibatında aydın məsələdir ki, şagirdə veriləcək sual tapşırıq səviyyəsində suallar tərtib olunmur. Aydın məsələdir ki, burada artıq müəllimin fəaliyyətinə uyğun olaraq suallar olur. Eyni zamanda pedaqogika və metodika, burada bilirsiniz ki, 50 sual, 60 sualdan 50-si məzmunla bağlı olur və onu pedaqogika və metodika ilə bağlı olur və onunla bağlı da konkret olaraq hansı məzmun əhatə olunacaq. Çünki bu sözsüz ki, dərslik deyil, bu müəllimin gündəlik fəaliyyəti ilə bağlıdır və burada da tam bütün mövzular əhatə olunur və oradakı sual sayı, bölgüsü, çünki orada məzmun sahələri var ki, hansı məzmun sahələrindən suallar tərtib olunacaq, metodikaya neçə sual veriləcək, pedaqoji sahədən neçə sual olacaq və həm də mövzular konkret olaraq hansılar olacaq ki, müəllimlərimiz rahatlıqla imtahana hazırlaşa bilsinlər. Nəzakət xanım, təbii ki, aydındır ki, tədris olunan fənnin məzmunu üzrə verilən suallarda məqsəd təhsil verənin, namizədin biliyinin yoxlanılmasıdır. Və belə deyək, sualların müəyyən bir qismi tədris metodikasına aiddir. Bu tədris metodikasına aid olan sualların verilməsində bəs məqsəd nədir? Çox yaxşı sualdır. Məsələ burasındadır ki, müəllimlərimizin müəllimliyini, sonra onların pedaqoji fəaliyyətini ölçmək üçün məzmunla bağlı suallar kifayət eləmir. Çünki məzmunu bilmək, hələ onun şagirdə necə çatdırılması, o tədris prosesinin necə idarə olunması məsələlərini üzə çıxarmır.
Burada deyə bilərsiniz ki, cəmi 10 sualla nə qədər əhatə oluna bilir? Məsələ burasındadır ki, biz imtahanda 10 sualla yanaşı, həm də bir qarşıda müsahibə mərhələsi var, çox mühüm bir mərhələ var və həmin mərhələdə də eyni ilə metodika və pedaqoji məsələlər yoxlanıldığına görə, daha çox dinlənildiyinə görə 10 sual kifayət edir ki, belə deyək, nəzəri baxımdan müəllim nə qədər hazırdır bu, nə qədər həqiqətən də tədris prosesinin içindən gəlib, nə qədər şagirdlə münasibətə, valideynlə münasibətə, sonra kritik məsələləri, o yaranan tədris prosesinin gedişində yaranan hansısa bir problemi həll eləməsinə və yaxud da ki, hansısa bir məsələnin izahı ilə bağlı, hansı ən səmərəli, ən yaxşı metodologiyadan necə müvafiq olaraq yerində istifadə etməsini bilmək üçün çox vacibdir metodik məsələlərin soruşulması. Muxtar müəllim, bugünkü biz müzakirəmizi son tövsiyə xarakterində adlandıra bilərik. Yəni biz prosesin tarixlərini elan edəndən sonra da o prosesin həmin tarixə qədər də bizə agentliyə sertifikasiya ilə bağlı çoxsaylı suallar gəlir. İstəyirəm bir neçəsini biz səsləndirək. Məsələn, ondan başlayaq ki, qeydiyyat və başlama saatları ilə bağlı biz namizədlərə hansı tövsiyələri verə bilərik? İmtahan listə başlayır, nə vaxt gəlmələri məsləhətdir? İmtahanın başlama tarixi ilə bağlı və qeydiyyat tarixi ilə bağlı şəxsi kabinetlərə məlumat gedir. Müəllimlərimizə tövsiyə olunan odur ki, qeydiyyat 1 saat davam eləyir və tövsiyə olunan odur ki, həmin 1 saat ərzində yaxınlaşsınlar mərkəzə və qeydiyyatdan keçəndən sonra prosesi davam eləsinlər. Əlavə olaraq tarixləri çatdırım. Proses 18, 19, 20, 24 və 25 iyun tarixlərini əhatə eləyir və bu tarixlər ərzində müəllimlərə ən vacib məsləhətimiz ondan ibarətdir ki, şəxsi kabinetlərə daxil olsunlar və şəxsi kabinetlərdə onlara yazılan orada məlumatlara bir daha tanış olsunlar. Orada qeydiyyat saatı və imtahan başlama saatı yazılıb. Həmin saatlara uyğun şəkildə qeydiyyat başladı və bitdi saatı qeyd olunub. Həmin saat ərzində mərkəzlərdə olsunlar. Agentliyə daxil olan çoxsaylı suallardan bir qismi də imtahana gələrkən hansı əşyaların gətirilməsi ilə bağlıdır. Ümumiyyətlə, bununla bağlı hansı tövsiyələri vermək olar? Namizədlərə çağırışınız nədən ibarətdir? Bizim çağırışımız ondan ibarətdir ki, tək şəxsiyyət vəsiqəsi ilə gəlmək bizim üçün kifayətdir. Çünki biz müəllim üçün içəridə lazım olan hər bir vəsaiti təmin edirik. Bu A4 kağız, ruçka, onsuz da bilirik ki, kompüter elektron şəkildə keçirilir. Notebook, mouse, bunlar hamısı biz tərəfdəndir və əlavə olaraq ruçka, A4 veririk və müəllimlərə tövsiyəmiz ondan ibarətdir ki, istədikləri halda biz onlara sürətlə təmin edirik. Müəllimlərə tövsiyəmiz ondan ibarətdir ki, gələndə tək şəxsiyyət vəsiqəsi ilə gəlsinlər. Bu qeydiyyat prosesinin də daha sürətli keçməsinə və imtahanın da daha rahat başlamasına gətirib çıxarır. Həm də burada bir məqam da var. Tutalım kimsə özündən hansısa bir əşya gətirəcək, onun saxlanılmasını necə həyata keçiriləcək? Bunun özü də bir sualı. O baxımdan, yəni çağırışa əməl etmək lazımdır. Bəli. Yalnız və yalnız şəxsiyyət vəsiqəsi ilə imtahana gəlmək lazımdır. Bəli. Nəzakət xanım, sertifikatlaşdırma prosesi artıq bir neçə ildir ki, həyata keçirilir. Bu illər ərzində ümumi nəticələr nəyi deməyə əsas verir? İlk dəfə sertifikatlaşdırma prosesinin başlandığı günləri xatırlasaq, bizim bir neçə ildən sonra əldə etdiyimiz ən böyük nəticə odur ki, sertifikatlaşma başlayanda müəllimlərimiz arasında çox böyük nigarançılıq, sonra istəksizlik, qorxu, həyəcan, bəli, inamsızlıq, etibarsızlıq vardı və yəqin ki, məqsəd bizi məktəbdən ayırmaqdır. Yəqin ki, məqsəd müəllimlərin kəsilməsidir kimi düşünən müəllimlərimiz, bu həyəcan içində hətta öz etirazlarını bildirən müəllimlərimiz. Heç az müddət keçəndən sonra, yəni bir neçə ildir sadəcə, indi hansı fən ki gecikir, yəni artıq bunlar növbə iləndir də həmin fən müəllimlərin sertifikasına cəlb olunması və artıq onlar belə ciddi cəhdlə niyə mənim fənnim hələ də qalıb deyə müraciət eləyirlər. Bu sözsüz ki, dövlətimizin, hökumətimizin çox böyük qayğısından irəli gəlir. İlk növbədə burada sözsüz ki, maddi tərəf, yəni müəllimlərin əmək haqqının 35%, əgər 50-51 üstəgəl nəticə ilə qiymətləndirilərsə müəllim, bu çox vacib bir məsələdir. Çünki onların maddi rifah halının yaxşılaşmasında böyük rol oynayıb. Eyni zamanda digər müəllimlərin 10% əmək haqlarına əlavənin verilməsi, yəni bu bir mənalı olaraq sözsüz ki, müəllimləri daha çox həvəsləndirir. Eyni zamanda onların öz məktəbində, icmasında tanınması,
o yaxşı nəticə göstərmək nə deməkdir? Şagirdinin, onun valideyninin, o icmanın həmin müəllimə böyük hörmətlə yanaşması və hətta belə deyək, barmaqla göstərilməsi həmin öz icmasındakı falan müəllim belə hörmətlidir və bu qədər çox bilir. Yəni adətən belə yanaşırlar, daha bacarıqlıdır, daha biləndir. Və ona görə də müəllimlərimiz arasında bu nöqteyi nəzərdən biz çox razıyıq ki, bu ictimai rifah nöqteyi nəzərindən, ictimai rəy nöqteyi nəzərindən bu çox böyük addımdır. Amma gəlin baxaq dərslərdə nə dəyişir, sinif otağında nə dəyişir? Bəli, çox şey dəyişir. Çox razı qaldığımız, belə müşahidə etdiyimiz, dəfələrlə müşahidə etdiyimiz məsələ müəllimlərin artıq o müasir pedaqoji məsələlərə daha həssaslıqla yanaşmasıdır. Daha çox, çünki müəllimlər bu dönəmdə çox oxuyurlar, çox dinləyirlər, müxtəlif internet materiallarından istifadə edirlər. Hətta müəyyən müəllimlərin öz aralarında təşkil olunan qruplar, fənlər üzrə belə deyək də, belə şəbəkələşmələr var və o müzakirələr. Bütün bunlar müəllimlər, çünki bu illər uzunu arzulanan bir şey idi ki, müəllimlər şəbəkələşməsə, öz çətinliklərini müzakirə eləməsə, uğur əldə edə bilməyəcəklər. Hər bir müəllim sadəcə olaraq özünün etdiyi ilə qalsa, yalnız öz etdiyini düşünsə, o heç bir zaman inkişaf edə bilməz. İnkişaf hardadır? Müəllimin müzakirəsindədir, müəllimin öz etdiyini başqalarına müqayisə etməsindədir. Ən nəhayət o gərgin müzakirələrdən sonra özünü refleks etməsindədir. Və bugün o var. Bugün müəllimlər artıq belə deyək də, bu şəbəkələşmə də o qədər yaxşı mənada demək səs-küy yaradıb ki, hətta bütün belə deyək, ölkənin bütün yerlərindən müəllimlər bir-birlərini çox rahatlıqla tanıyırlar. Deyək ki, ölkədəki kimya müəllimləri, məsəl üçün, əgər 1000 nəfər kimya müəllimi bir-birini tanıyır və bir-biri ilə artıq suallar, həm suallarla bağlı sual-cavab, həm tədris prosesi ilə bağlı. Çünki müəllimlər çox gözəl bilirlər ki, müsahibə mərhələsində məhsullar öz müəllimliklərini göstərməlidirlər. Buna görə də həm də prosesə təsir edir. Və müəllim də bir şeyi öyrənəndə elə bir yanaşma ola bilməz ki, bir şeyi biləsən, amma o sinifdə gəlib etməyəsən. Yəni düzgün olduğuna əmin olasan, amma onu etməyəsən. Və müəllimlər də bunu sinifə daşıyırlar deyə burada qazanan da bizim şagirdlərimiz olur sözsüz ki. Muxtar müəllim, istəyirəm bir qədər prosesin qaydalarına danışaq. Məsələn, namizədlərə nə qədər sual təqdim olunur, sualları cavablandırmaq üçün nə qədər vaxt verilir, bu mərhələdə tutulan bir sual neçə balla qiymətləndirilir. Məsələn, biz bilirik ki, MİQ imtahanında səhv belə deyək, cavablar müəyyən qədər düz cavablardan silinir. Bəs ümumiyyətlə bu məsələ sertifikasiya prosesində necə tənzimlənir? Sertifikasiya prosesində müəllimlərimizə 120 dəqiqə ərzində 60 sual təqdim olunur. Sualların Nəzirət xanım da bildirdiyi kimi 50-si ixtisas, onu metodik suallardır və MİQ ilə fərqi bundadır ki, səhv düzü, yəni bir qayda var ki, 4 səhv 1 düz aparır deyirik adətən. Bu MİQ-də fərqlidir. İxtisasdan bir səhv 0,5 düz, metodikadan 0,25 düz aparır, amma sertifikasiyada belə bir qaydamız yoxdur. Səhv sual, düz sualların sayına, balına təsir eləmir. Proses ümumiyyətlə 120 dəqiqə davam eləyir və proses müəllim təlimi oxuyub, orada təlimat var. Təlimatı oxuyub, imtahana başla düyməsini basdıqdan sonra 120 dəqiqəsi getməyə başlayır. Bu məqamda bir sual verim. Yaxşı, yəni xatırlatdınız. Belə bir sual gəlmişdi bizə namizədlərdən birindən ki, ola bilər ki, hansısa namizəd hansısa bir səbəbdən sualların cavablandırılmasına imtahana start verildikdən sonra başlasın. Hansısa bir səbəbdən də bu müəyyən səbəblər ola bilər. Bu zaman itirilmiş dəqiqələr sonradan əlavə edilirmi? Ümumiyyətlə bu məsələ necə öz həllini tapır, tənzimlənir? Proses ərzində müəllimlərin qeydiyyat bitdikdən sonra bir qədər gözləmə dövrü olur. Bu gözləmə dövründən sonra müəllimlərə təlimat verilir ki, başlaya bilərik. Müəllimlər başlayanda ilk öncə təlimat açılır. Öz prosesin tam ətraflı məlumatını verim. Təlimat açılır. Müəllimlər imtahanda nə baş verəcəksə onun təlimatı ilə tanış olurlar. Burada həm davranış qaydalarından söhbət gedir, səhv sualın düz suala aparmasından, bütün imtahan barəsində 120 dəqiqədə nə baş verəcək haqqında məlumat verilir. Və müəllim təlimatı oxuyub qurtarandan sonra, ola bilər ki, kimsə daha tez oxuyur, kim üçünsə təlimat maraqlı deyil, oxumur, hansı ki biz tövsiyə edirik ki, oxusunlar. Amma bu hər bir müəllim üçün fərqlidir. Ona görə də kimsə 1 dəqiqə tez başlaya bilər, kimsə 1 dəqiqə gec başlaya bilər. Bu bizim üçün vacib məsələdir. Bizim imtahanın yekununda nə qədər gözləyəcəyimiz üçün vacib məsələdir. Amma bu müəllimə 120 dəqiqə vaxtına heç bir halda təsir eləmir. Müəllim təlimatı oxuyub imtahan başladı düyməsin nə vaxt basırsa, nə vaxt klikləyirsə, həmin andan etibarən müəllimin 120 dəqiqəsi başlayır. Test mərhələsində minimum keçid balı nə qədərdir?
Test mərhələsində minimum keçid balı 30 baldır. 30 balı keçən müəllimlər müsahibə mərhələsinə dəvət olunur. 30 balı keçən müəllimlər müsahibə mərhələsindən də uğur qazanırlarsa onların əmək haqqısında 10% artım. 51 bal və yuxarı bal toplayan müəllimlər müsahibədən də uğurla keçərlərsə, onların əmək haqqısında 35% artım tətbiq olunur. Nəzakət xanım, bayaq siz çıxışınızda qeyd etdiniz, bu yaxınlarda sınaq imtahanı keçirildi. Sınaq imtahanından sonra bizim məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sosial media hesablarına müəyyən suallar daxil oldu. Daha çox həmin imtahanda iştirak edən namizədlərdən suallar daxil oldu. Biz onları ümumiyyətlə ümumiləşdirdik və belə bir mənzərə yarandı ki, belə bir məlumatlar yayıldı ki, imtahan prosesində, yəni namizədlərə veriləcək sualların çətinlik dərəcəsi məhz sınaq imtahanının suallarından asılıdır. Ümumiyyətlə, bu nə dərəcədə doğrudur? Yəni, belə bir mif yayılıb, belə deyək, namizədlər arasında. Aydındır, bu həmişə səsləndirilir. Ümumiyyətlə, bu mif deyil. Çünki mən sertifikatlaşma imtahanı nəzərdə tutmuram. Ümumilikdə qiymətləndirmənin əsas prinsipi ondan ibarətdir ki, keçirilən sınaqlar həmişə 2 məqsədlə keçirilir. Və bu məqsədlərdən biri odur ki, auditoriyanın vəziyyətini ortalama olaraq bilmək məqsədi ilə ki, yəni doğrudan da necədir vəziyyət və çətinlik səviyyəsini müəyyən etmək bunun üzərindən qurula bilər. Amma sertifikatlaşma imtahanının sınağı bildiyiniz kimi elektron qaydada həyata keçirilir və onlayn şəkildədir və müəllimlər çox rahatlıqla evlərində, iş yerlərində oturub, hətta ola bilsin ki, onlar bir neçə nəfər bir yerdə oturur. Baxmayaraq ki, onlar üçün 2 saat, yəni imtahanda olan 2 saat müəyyənləşdirilib və o 2 saat ərzində ola bilər ki, hər hansı bir şəxs rahat oturur, tək özünü o simulyasiya vəziyyətində, yəni özünü o imtahanda hiss eləyir, tam mənada həyəcanlı yatırmaq. Daha doğrusu sözsüz ki, budur. Biz bunu bu məqsədlə eləyirik. Amma belə hallar da olur ki, ola bilər, istisna deyil və belə hallar çox rastlaşırıq ki, buna da qadağa qoyulmur. Yəni, niyə görə gətirirəm bu misalı ki, bu mifi dağıtmaq üçün. Çünki, demək, əgər Təhsil İnstitutunun, Elm və Təhsil Nazirliyinin məqsədi bu sınaqların keçirilməsində tək çətinlik dərəcəsini müəyyən etmək, imtahanın ağırlığını müəyyən etmək olsaydı, o zaman sınaqlar başqa yönümdə keçirilməli idi. Yəni, üz-üzə olaraq, xüsusi nəzarət altında və ayrı-ayrı qruplarla, yəni belə deyək də, müəyyən qədər müəllim kənd məktəblərindən, şəhər məktəblərindən, sonra qəsəbə məktəblərindən seçilməli idi və onlarla bu sınaqlar ciddi nəzarət altına keçirilib, sonra müzakirə olunmalı idi ki, görək vəziyyət nə yerdədir və imtahanın ağırlıq vəziyyəti buna uyğun müəyyənləşsin. Amma ilk gündən Elm və Təhsil Nazirliyinin verdiyi sifariş, göstəriş bundan ibarət olub ki, biz bu sınaq imtahanları təşkil etməklə müəllimlərə dəstək edirik. Yəni, müəllim birbaşa özünü həmin imtahanda hiss eləsin. Çünki çoxlu, bilirsiniz, ağırlıq biz bu sınaq imtahanları təşkil yəni, müəllim görəsən, mən bilirəm, amma 2 saat ərzində bunu edə bilərəmmi? 2 saatda sıxışdıra bilərəmmi? İstənilən yaş qrupunda belədir. Bəli, bütün imtahanlarda belədir. Yəni, bu fərqi yoxdur, kiçikdir, yoxsa böyükdür. Və bu 2 saat ərzində, baxmayaraq ki, sınaq imtahanları çox, belə deyək, müəllimlərimiz üçün bir yaxşı işdə odur ki, səhər saat 10-dan açılır sistem və axşam saat 7-yə qədər. Amma bir şəxsin orada iştirak etmə imkanı sadəcə 2 saatdır. Yəni, bir dəfədən sonra, ikinci dəfə mən girim, bir də özümü yoxlayayım deyə belə bir şey yoxdur. Və o 2 saatdan səmərəli istifadə edən müəllim həqiqətən sualların oxunuşuna nə qədər vaxt ayırır, sonra özünü oradan həyəcanlı nə qədər müddətə boğa bilir, onu saxlaya bilir və nə qədər vaxtı onun cavablandırmasına həsr eləyir. Deyək ki, elə suallar var ki, onun öhdəsindən hiss eləyir ki, uzun bir müddət onun üzərində çalışmalıdır. Onu keçib tez daha asan sualın üzərində çalışıb, sonra geri qayıtmaq şərtlərini yoxlayır. Və belə deyək də, onlar üçün bir növ həqiqətən sınaq meydanıdır. Yəni, ona görə bizim
həmişə apardığımız, belə deyək, geniş təbliğat ondan ibarət olub ki, müəllimlərimiz sınaq imtahanlarına, yəni təhsil institutunun keçirdiyi sınaq imtahanlarına sertifikatlaşma ilə bağlı nəzərdə tuturam. Yəni bu nöqteyə nəzərdən baxmasınlar ki, bu ağırlıq dərəcəsini müəyyən etmək üçündür. Xeyr, bu birbaşa müəllimlər üçün dəstəkdir və müəllimlərin özləri üçün lazımdır. Ona görə də rahatlıqla da iştirak etmələrini gözləyirdik və belə də oldu. İştirak ediblər. Muxtar müəllim, təhsil verən sertifikasiya üçün bu nəzərdə tutulan minimal keçid balını toplamadıqda nə baş verir? Burada iki məqam var. Birinci, ilk dəfə iştirak edəndə minimal keçid balını toplamaq. Digər isə ikinci dəfə iştirak edəndə, yəni təkrar sertifikatlaşdırmada iştirak edəndə. Birinci dəfə iştirak edəndə müəllimlərimizlə bağlı heç bir tədbir görülmür. Əksinə, müəllimlərimizə dəstək olmaq üçün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, bütün qurumlar, Təhsil Nazirinə tabi bütün qurumlar müəllimlərimiz üçün əlindən gələn eləyir ki, növbəti prosesə daha yaxşı hazırlaşsınlar. Dərs yükünə heç bir təsiri yoxdur. Heç bir halda müəllimin işdən azad olunması deyə bir məsələ yoxdur. Müəllim rahatlıqla qalıb məktəbdə dərsini davam elətdirir və əlavə kurslara cəlb olunur ki, təlimlərə cəlb olunur ki, yekunda təkrar sertifikasiyaya gəlib daha uğurlu olsun. İkinci məsələ, təkrar sertifikasiya prosesində müəllim uğursuz olursa, artıq onunla sertifikasiya qaydalarına və əmək məcəlləsinə əsasən tədbir görülür. Hər hansı bir səbəbdən təhsil verən prosesdə iştirak etməsənə baş verir? Burada təhsil olsun ki, üzürlü və üzürsüz səbəb deyə bir məqam yoxdur. Sertifikasiya prosesində iştirak icbari bir məsələdir və əgər sizə şəxsi kabinetə bununla bağlı məlumat gəlibsə, iştirak etməyiniz vacibdir. Nəzakət xanım, biz test mərhələsindən danışdıq, istəyirəm bir qədər müsahibə mərhələsindən danışaq. Müsahibə mərhələsində hansı meyarlar əsasında qiymətləndirmələr aparılır? Çox yaxşı sualdır. Biz bununla bağlı da dəyişməyib, neçə illərdir dalbadal müsahibə mərhələsində meyarlar eynidir. Bunlardan birincisi müəllimlərin özünü təqdim etmə bacarığıdır. Özünü təqdim etmə bacarığı adətən burada müəllimin nitqi, sonra özünü daha qısa şəkildə, daha az vaxt ərzində, amma geniş məzmunda və birbaşa müəllimliyi ilə bağlı təqdim eləyir, bu yoxlanılır. İkinci sahə, demək, müəllimin tədris prosesində dərs planları məsələsidir və bununla bağlı müəllimlərə imtahandan bir qədər sonra, artıq sözsüz ki, imtahandan uğurla keçən müəllimlər üçün elan olunur 5 mövzu. Sözsüz ki, o 5 mövzunun hamısını hazırlamaq demək, tələb olunmur. Mövzulardan istənilən birini hazırlayıb və onunla müsahibəyə gəlmək istənilir. Burada heç də məqsəd o demək deyil ki, həmin müəllim dərsi hazırlayacaq və sonra da gəlib onu müsahibədə danışacaq. Elə deyil. Sadəcə olaraq suallar elə, yəni meyarlar elə tərtib olunub ki, onların hər biri bir dərsin üzərindən müəllimdən soruşulmalıdır deyə. Məsələn, tutaq ki, bizim üçüncü əsas məsələmiz şagird nailiyyətlərinin qiymətləndirilməsidirsə, bu qiymətləndirmə ilə bağlı müəllimdən ümumi məlumatlar deyil, çünki artıq belə deyək də, bütün nəzəri məlumatları onsuz da bilmək tədrisin yaxşılaşdırılması demək deyil. Bilavasitə hansı dərsin gedişində, tutaq ki, izləmələrin necə təşkili, formativ qiymətləndirmənin necə aparılması və yaxud da hansı məzmunla bağlı, tutaq ki, kiçik summativ qiymətləndirmələr prosesində tapşırıqların hazırlanması və s. bu tipli suallar məhz o müəllimin hazırladığı dərs planının üzərindən, tutaq ki, bu mövzuda bunu necə edərsən deyə qəbul olunur və dinlənilir. Burada ən mühüm meyarlardan biri sözsüz ki, planlaşdırma vardır, eyni zamanda dərsin pedaqoji təşkili ilə bağlıdır. Yəni burada birbaşa müəllim-şagird münasibəti, ümumiyyətlə dərsdə müəllimin o izah prosesinin necə aparılması, sonra şagirdin reaksiyası, əks əlaqənin verilməsi və s. bu məsələlər əhatə olunur. Eyni zamanda biz demək müsahibə prosesində ən vacib məsələlərdən biri ünsiyyət məsələsidir. Burada bilirsiniz ki, müsahibə prosesində fənn müəllimin və fənnlə bağlı komissiyada həm də psixoloq əyləşir və bütün proses boyu müəllimin sualları cavablandırarkən onun reaksiyası, sonra özünü necə demək, təqdim etməsi, təkcə özünü təqdim etməsinin məzmunu deyil, yəni necə nəyi göstərir yox, nədən danışır yox, onu necə danışır, sonra hansı məsələlər onu həyəcanlandırır,
hansı məsələlərlə bağlı aqressiv ola bilir və s. Psixoloq eyni zamanda bunları dəyərləndirir və sözsüz ki, həm də ünsiyyətlə bağlı müəyyən suallar da yeri gələndə təqdim olunur və bütün bunların əsasında müəllimə son olaraq bal çıxarılır və bilirsiniz ki, bu da maksimal bal 40 baldır və minimal olaraq ondan 20 bal toplanarsa, artıq həmin müəllim uğurla sertifikatlaşma prosesini başa çatdırmış hesab olunur və növbəti 5 ildə tədris etdiyi fənn üzrə o tədrisi davam etdirmə hüququ qazanır. Bəs minimum balı toplamadıqda nə var? Toplamadıqda isə, bəli, bu o qədər də xoşa gələn bir proses deyil, aydın məsələdir. Toplamadıqda isə sözsüz ki, gələn il artıq o da kəsilmiş hesab olunur, yəni uğursuz hesab olunur sertifikatlaşmada. Amma növbəti ildə bir üstünlük ondadır ki, o imtahana cəlb olunmur. Yəni məzmunla o birinci imtahan prosesindən keçmir. Yalnız müsahibəyə cəlb olunur. Test mərhələsinə gəlmir. Test mərhələsinə buraxılır, bəli, sadəcə olaraq müsahibə mərhələsinə gəlir və oradan uğurla keçərsə, ikinci dəfə artıq o uğuru qazanmış hesab olunur. Muhtar müəllim, agentliyə daxil olan sualların müəyyən hissəsi müəllimlərin yaş həddi ilə bağlıdır. Bu məsələ necə tənzimlənir? Bildiyimiz kimi 60 yaş və üzəri müəllimlər bu prosesdə könüllü iştirak edirlər. Bu o deməkdir ki, müəllimlər ərizə yazır və ərizə yazanda da başa düşürlər ki, keçdikləri halda möhtəşəm tədris davam edir, keçmədikləri halda isə artıq təkrar sertifikatlaşmada iştirak etmək vacib hal alır, uğursuz olduqları halda. Amma mən inanmıram ki, bizim müəllimlərimizin uğursuz olma ehtimalı var. Onlar hamısı yəqin ki, daha yüksək nəticə göstərəcəklər və uğurlu olacaqlar. Bir məqam da qeyd edeyim, eyni qaydada bu bəzən müəllimlərin müraciətidir, ona görə çatdırmaq istəyirəm. 59 yaşlı müəllimlərimiz olur, hansı ki, həmin dövr iştirak etmək məcburidir, yəni iştirak etməlidirlər. Artıq növbəti il uğursuz olduqları halda, növbəti il artıq ondan 60 yaşlar olur və bu zaman 59 yaşdan iştirak etdikləri üçün 60 yaşda da iştirak etməkləri artıq icbari hesab olunur, yəni onlar iştirak etməlidirlər bu prosesdə. Təşəkkür edirik Nəzakət xanım, Muxtar müəllim. Əlavə çatdırmaq istədiyiniz nələrsə varsa buyura bilərsiniz, yoxsa biz sağollaşa bilərik. Çox sağ olun, müəllimlərimizə uğurlar arzulayırıq. Bizim sertifikatlaşma prosesi yalnız yeni qoşulan müəllimlər üçün, fənn müəllimləri üçün deyil, həm də təkrar demək, sertifikatlaşmada iştirak edən müəllimlər üçündür. Və onlar uzun müddətli, bir il, onlar üçün yəqin uzun bir müddətli və bu müddət ərzində xeyli çalışıblar, təhsil institutunun təşkil elədiyi təlimlərdə iştirak ediblər. İlk növbədə onlara uğurlar arzulayırıq və bu təlimdə qazandıqlarını yaxşı mənada nümayiş etdirməyi və uğur qazanmağı arzulayırıq. O cümlədən bütün müəllim, ilk dəfə iştirak edən bütün müəllimlərimizi də sözün əsl mənasında bütün bacardıqlarını əllərindən gələn etməklərini arzulayırıq ki, hamısı yüksək səviyyədə bu sertifikatlaşma prosesini başa vursunlar və o istədikləri, çünki indi müəllimlər artıq demirlər ki, mən sertifikatlaşmadan keçim, deyirlər ki, mən yüksək bal toplamaq istəyirəm. Artıq yanaşma dəyişib. Bəli, yanaşma dəyişib də o yüksək balı qazanmağı hamısını arzu edirik. Təşəkkür edirik. Təşəkkür edirik. Buyurun Muxtar müəllim. Mən də öz həm sizə minnətdarlığımı bildirirəm ki, bizim üçün şərait yaratmısınız. Həm də müəllimlərə imtahanla bağlı son tövsiyələr vermək istəyirəm ki, Nəzakət xanım bildirdi, onlara sınaqlar keçirilir və 120 dəqiqə vaxt verilir. Bu imtahanlarda da 120 dəqiqəni düzgün idarə etməyi tövsiyə edirəm və əlavə olaraq bildirirəm ki, adətən və bu həmişə belədir, yəni və təcrübələr bunu göstərir ki, müəllimlər bəzən vaxta diqqət eləmirlər. Biz vaxtı monitorun sağ tərəfində həmişə göstəririk, müəllimlər onu görməlidir, baxmalıdır və onu idarə etməlidir və qurtaranda, vaxt bitdikdə artıq narahat olmasınlar. Bu o deməkdir ki, onların balları nəzərə alınmır. Bu vaxt bitdiyi anda artıq bütün avtomatik arxadakı hesablamalar gedir və müəllimin nəticələri özü bitirmiş kimi ekrana çıxır. Müəllimlər həm də vaxtı idarə etməlidirlər. Uğurlu nəticənin bəlkə də təsir edən müəyyən amillərdən biri vaxtın düzgün idarə olunmasıdır. Təşəkkür edirik, bir daha minnətdarıq. Belə, əziz izləyicilər, 360 dərəcə təhsil verilişinin daha bir buraxılışının sonuna gəldik. Növbəti həftə görüşənədək sağ olun, salamat qalın.